Hər birinizə salam. Bu videoda biz ikinci sınağın izahına baxacağıq. Elə isə birinci sualdan başlayaq. Birinci sualda deyilir ki, simvolları P, G, R, S, T, U olan əlifbanın ikilik kodu aşağıdakı kimidir. Yəni burada deyilir ki, simvol verilib bizə və onun bir saniyə ikilik kodu verilib. Və bu əlifba üçün Sezar şifrəsinin açarı K bərabərdir 3 olarsa, deməli Q, R, P və G ifadəsindən 16-lıq kodlaşdırılmış şifrə versiyasını müəyyən edin. Deməli, G hərfinin əvvəlcə Sezar şifrəsini tətbiq edərək bu sözü mən şifrələyəcəm. G hərfini 3 vahid mövqedə yerləşən simvolla əvəz edəcəm. Deməli, 1, 2, 3 T hərfi ilə ifadə olunacaq G. Və keçdik R hərfinə. R isə 1, 2, 3 U hərfi ilə ifadə olunacaq. Və P hərfi isə 1, 2, 3 S hərfi ilə ifadə olunacaq və G hərfi isə yenidən 1, 2, 3 T hərfi ilə ifadə olunacaq. İndi isə bu yazılmış sözü ikili kod qarşılıqları ilə əvəz eləyək. T hərfini əvəz etsəm 1, 0, 0. U hərfini əvəz etsəm deməli 1, 0, 1. S hərfini 1, daha doğrusu 0, 1, 1. T hərfini isə yenidən 1, 0 və 0. Və mənə deyir ki, bu ikili say sistemindədir təbii ki. Deyilir ki, 16-lıq kodlaşdırılmış şifrə versiyasına. 16-lıq kodlaşma dediyi üçün ikilikdən 16-lığa çevirəndə artıq mən ikili say sistemində göstərilmiş bir ədədi 4 sağdan başlayaraq ayıracağım. Deməli, birinci hissə olacaq bura. Bir saniyə. Bu hissə olacaq. İkinci hissə olacaq bura və üçüncü hissə olacaq bura. Və bundan sonra 1, 2, 4 və 8 qaydasına əsasən biz bunları ikili say sistemindən 4-lü say sisteminə 16-lıq say sisteminə çevirəcəyik. 1, 0, 0, 1. 8 plus 1, 9 eləyəcək. 0, 1, 0, 1. 4 plus 1, 5. Bir saniyə. Və 1, 1, 0, 0, 8 plus 4, 12. Deməli, A bizə verəcək. A-nın kodu olacaq 10. Biz bilirik ki, 10 eləyir 16-lıq say sistemində. B deməli 11-dir. C isə 12-dir. Deməli, 8 plus 4, 12 elədiyi üçün burada mən C yazacağım. Deməli, doğru cavab oldu 95C. İkinci suala davam eləyək. Təqdim olunmuş bir pikseli bir xanaya bərabər olan qrafik təsvirdə yalnız ağ və qara rənglərdən istifadə olunmuşdursa, bu qrafik təsvirin həcmini tapın deyir və cavabınızı baytla göstərin soruşulur. Ümumiyyətlə, biz həcm tapanda dedik ki, təsvirin həcmini tapanda, bir saniyə, biz piksellərin sayını, yəni n piksel vurulsun bir pikselin rəng dərinliyi. Rəng dərinliyi isə i ilə göstərək. Əvvəlcə piksellərin sayını tapaq. Yəni, n-dəki olan piksellərin sayını uzunluqdakı olan piksellərin sayına vurmalıyam. N-dəkinin sayına baxıram. 1, 2, 3, 4. Deməli, 4 dənə n-də var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə də n-də var. Deməli, olacaq nə? 16 vurulsun 4, yəni 64 piksel. Vurulsun i. İndi isə i-ni tapaq. I isə rəng dərinliyidir. Rəng dərinliyi tapmaq üçün böyük n bərabərdir 2 üstü i düsturundan istifadə edəcəyik. Buradakı n bir təsvirdə istifadə olunan müxtəlif rənglərin sayıdır. Deməli, bizdə ağ və qara rənglərdən istifadə olur. Yəni, 2 müxtəlif rəng var. Və bunu da 2 üstü i şəklində göstərsəm, i burada olacaq 1. Deməli, i-ni gətirib yerinə qoysam, təbii ki, i-nin kəmiyyəti olacaq bit. 16 vurulsun 4, vurulsun 1, bit. Bərabərdir 64 bit. Və bunu mən byte-la göstərsəm, 64-ü bölməliyəm 8-ə. Yəni, doğru cavab olacaq 8 byte. Cavab 8 byte-dır. Üçüncü suala davam eləyək. Üçüncü sualda deyilir ki, mətin faylı X simvol tutumlu əlifba ilə tərtib edilib.
Yəni elə bir əlifba mövcuddur ki, orada x müxtəlif simvol var və bu mətn həmin əlifbada olan simvollardan təşkil olunub. 16 səhifədən ibarətdir. Deməli 16 səhifəmiz mövcuddur. Hər səhifədə və hər sətirdə 64 simvol olmaqla 32 sətr var. Deməli 32 sətrimiz var hər səhifədə və hər sətirdə də 64 simvol var. Deməli bizim simvolların ümumi sayı olacaq bunların hasili. Gəlin 2 üstü şəklində göstərək, çünki bizə lazımdır bu hasil. 2 üstü 4 vurulsun 2 üstü 5 vurulsun 2 üstü 6. Deməli 2 üstü 15 sayda simvolumuz var. İndi isə davam eləyək. Mətn faylının ümumi həcmi 36 kilobayt olarsa, x-in ən kiçik qiymətini tapın. Ümumiyyətlə, həcm tapanda simvolların ümumi sayını, yəni 215-i vuracam. Bir simvolun tutduğu həcmə, yəni bir simvolun tutduğu həcmə də i deyək. Deməli, burada olacaq təbii ki, kəmiyyət bit. Gəlin elə bura bit yazaq. i bit. Bircə saniyə. Aha, bərabərdir. 36 kilobayt. 36 kilobaytda mən bitlə ifadə eləsəm, gəlin 36-nı birinci açaq. 2 üstü 2 vurulsun 9 vurulsun. Kilobaytı göstərsəm bitlə 2 üstü 13 eləyəcək. Və buradan da 2 üstü 15 ilə 2 üstü 2 və 2 üstü 13-ü ixça eləyirəm. Deməli, i alınacaq 9. Deməli, biz i-ni tapdıq 9. Yəni, bu əlifbada maksimum simvolların sayı olacaq 2 üstü 9. Yəni, 512. Deməli, 512 buradakı maksimum simvolların sayıdır. Amma bizdən ən kiçik qiymətini istəyir. Gəlin bir analiz eləyək. Bizdən ən kiçik, x-in ən kiçik qiyməti, yəni əlifbada ən az nə qədər simvol ola bilər soruşursa, onda biz tutaq ki 9 bit yox 8 bitlə kodlaşdırsaq, bizdəki maksimum olacaq 2 üstü 8, 256 simvol. Bir əlifbada 256 müxtəlif simvol olacaq. Amma artıq mən üzərinə bunun 1 gəlsəm, bu artıq 8 bitlə kodlaşdırılmayacaq. Yəni bu əlifbada olan simvolun biri 8 bitlə kodlaşdırılmır. Bu artıq 9 bitlə kodlaşdırılır. Çünki 2 üstü 8 8-dən daha doğrusu böyükdür. 257. Deməli, bizdən ən kiçik istədiyinə görə üzərinə 1 gəldim ki, ən kiçik qiymətləsin. Nə üçün 256 yazmadım? Çünki 256 simvol olsaydı, bir simvol hələ də 8 bitlə kodlaşdırılacaqdı. Üzərinə 1 gəlməyimin səbəbi odur ki, bizdən ən kiçik və 9 bitlə kodlaşdırılmışı soruşur. Deməli, doğru cavab olacaq 257 simvol. 4-cü suala davam eləyək. Çox qəblə dilində bir əlifba 32 simvoldan ibarətdir. Deməli, bir əlifbada 32 müxtəlif simvol mövcuddur. Bu dildə yalnız 8 simvol uzunluğunda sözlər düzəldilir. Deməli, elə bir sözlər düzəldilir ki, bu sözdəki simvolların sayı 8 dənədir. Hər bir söz yalnız A və ya O hərfi ilə başlaya bilər. Deməli, 8 hərfli bir sözün, tutaq ki, 8 dənə hərfi var. 1, 2 dənə çəkdik. Aha. 8 dənə hərfi mövcuddur və bu ilk hərfi yalnız A və ya O ola bilər. Bundan başqa bir seçenek yoxdur. Qalan 7 simvol isə əlifbanın, yəni 32 simvol əlifbanın bütün simvollarından sərbəst seçilə bilər. Yəni A və O daxil olmaqla. Deməli, burada da 32 müxtəlif halımız var. Deməli, bu dildə bir söz neçə bit informasiya daşıyır? Digər suallara nisbətən bu sualda fərqli odur ki, bu sualda artıq 2 əlifbadan istifadə edirik. Deməli, söz 2 müxtəlif əlifba ilə kodlaşdırılır. Birincisi, daha doğrusu sözün birinci sözü, yəni birinci hərfi, yəni bir simvolu 2 müxtəlif simvollu əlifbada kodlaşdırılır. Yəni A və O hərfi olan əlifbada kodlaşdırılır. Deməli, 2 müxtəlif simvol var bu əlifbada və 2 müxtəlif simvol olduğuna görə 2 bərabərdir. 2 üstü i şəklində yazsam, yəni n bərabərdir 2 üstü i düsturundan gəlir. I bərabərdir 1 bit olacaq. Deməli, bu birinci simvol 1 bit informasiya daşıyır. Deməli, bir simvol nə qədər tutur? 1 vurulsun bit. 1 bit. Yəni, olacaq bu da 1 bit.
Gəldim son 7 simvola. 7 simvol isə hər biri baxaq görək neçə bit informasiya daşıyır. 32 müxtəlif simvolu əlifbada kodlaşdırılırsa, deməli 32 bərabərdir 2 üstü 5 şəklində yazıram və buradan i-nin 5 olduğunu görürəm. Deməli i bərabərdir 5 bitə. Və 7 vurulsun 5 bit yazıram, çünki 7 simvol bu 5 biti tutur. 7 vurulsun 5 olacaq. Deməli 35 bit. Və bu bir tam sözdür. Onun üçün də, yəni bitişik bir simvollar ayrı-ayrı deyil, bir sözün tərkibindədir. Onun üçün də 35 plus 1 bit olacaq 36 bit. Doğru cavab 36 bit. 5-ci suala davam eləyək. 5-ci sualda deyilir ki, avtomatik qurğu 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən və onluq say sisteminin simvollarından ibarət əlifba tərtib etdi. Deməli, avtomatik qurğu bir əlifba düzəldir. Deməli, bu 26 hərfdən ibarət ingilis əlifbasından böyük və kiçik hərfi, yəni bir kiçik A-da, böyük A-da bura daxildir. Yəni 26 dənə böyük hərflər, yəni A-dan başlayır Z-ə doğru. 26 dənə hərf burada. 26 dənə bunların kiçik versiyası, yəni kiçik A-dan başlayır, kiçik Z-ə doğru. Deməli, 26 olacaq, 52. Və onluq say sisteminin simvolları bura daxildir. Deməli, 0-dan 9-a qədər 10 simvol var. Deməli, 52 plus 10, 62 müxtəlif simvolumuz var. Deməli, bu əlifbada 62 müxtəlif simvol var. Davamına qulaq asaq, deyir, bu əlifbanın hər simvolunu eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdırdı. Bu hissəsini sizə birazdan izah edəcəm nə deməkdir. Sualın digər hissəsini oxuyaq. Deməli, bu əlifbanın köməyi ilə 512 səhifə, deməli 512 yəni 2 üstü 9 səhifə, hər səhifədə 256 simvol, yəni 2 üstü 8 simvol mətn hazırlandı. Deməli, buradakı simvollar sayı nə qədər olacaq? 2 üstü 17 simvol olacaq bu mətn faylında. Deməli, bizdən istəyir ki, bu mətn faylı 2 üstü 14 bit bölünsün saniyə sürətlə ən az neçə saniyə ötürürlər. Əvvəlcə gəlin düsturu yazaq. T-nin, yəni zamanın düsturunu yazmaq üçün mətnin və yaxud da faylın ümumiyyətlə həcmini böləcəm sürətə, yəni ötürülmə sürətinə ki, görüm neçə saniyəyə ötürürlər. İndi baxıram, V-ni tapmalıyam. V üçün mən simvolların ümumi sayını vuracam. Bir simvolun kodlaşdırıldığı bit. Deməli, biti tapmaq üçün mən görürəm ki, burada 62 müxtəlif simvol var. Yəni, bu 2 üstü i təqribi qiymət 62-yə bərabərdir. Və buradan da i-ni tapıram ki, bu artıq 32-dən böyük olduğu üçün 5 bitlə yox, 6 bitlə kodlaşdırılacaq. Yəni 64-ə qədər 6 bitlə. Yəni bayaqki sualda artıq təxmin deyəsən 3-cü sual idi. O həmin sualda olduğu kimi burada da eyni söhbətdir. Burada deməli biz 32 tutaq ki, yəni bu sualdan kənarda danışıram. 32 simvol olarsa 5 bitlə kodlaşdırılır, düzdürmü? Əlifbada 32 simvol varsa, həmin əlifbadakı bir simvol 5 bitlə kodlaşdırılır. Artıq 33, 34, 35, düz 64-ə qədər 6 bitlə kodlaşdırılır. 33, yenə deyirəm, 34, 35, bu 6 bitlə kodlaşdırılır. Çünki artıq 2 üstü 5-i aşır. Yəni 5 bitlə kodlaşdırıla bilməz. Artıq misal üçün 64-ü keçir 65 olur simvolların sayı. 65 isə 6 bitlə yox, 7 bitlə kodlaşdırılır. Çünki 2 üstü 6-nı keçir. Yəni bu şəkildə hesablanır bu bit söhbəti. Deməli, bizdə olacaq i bərabərdir 6 bit və bura simvolların sayı vurulsun 6 bit yazacağam. Bölünsün və zaman, yəni 2 üstü 14 bircə saniyə 2 üstü 14 bölünsün 2 üstü 14 bit bölünsün saniyə. Və ixtisarlarımı eləyəcəm. 2 üstü 17 ilə 2 üstü 14 ixtisar eləsəm, olacaq burada 2 üstü 3 vurulsun 6. Deməli, buradakı bitlə buradakı bit gedir və saniyə yuxarı qalxır. Deməli, olacaq burada da saniyə. Və
2 üstü 3'ü də vursam 6-ya 48 saniyə. Deməli, doğru cavab olacaq 48 saniyə. İndi isə gələk bu hissəyə. Bu əlifbanın hər simvolunu eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdırmaq deməkdir. O əsas hissəsi bura aiddir. Yəni bu məsələni həll etmək üçün. Deməli, deyir ki, hər simvolunu eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdırdı. Bu o deməkdir ki, artıq mən burada eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdıra biləcəm. Yəni, tutaq ki, i-ni mən buradan tapmaq üçün loqaritm 2 əsasdan 62 yazsam, əslində buradan tam çıxmır. Amma eyni uzunluq dediyi üçün mən buradan təqribi qiyməti 6 çıxaracam. Yəni ona görə bu ifadə verilməlidir sualda. Doğru cavab olacaq 48. 6-cı sualdan davam eləyək. 28800 bit bölünsün saniyə sürətlə işləyən modem vasitəsilə hər pikselin rəngi 3 baytla kodlanır. Deməli, modem vasitəsilə hər piksel, yəni onlara ötürülən hər hansı bir şəkildə olan piksellərin hər biri 3 baytla kodlanır. Və sürəti isə 28800 bit bölünsün saniyədir. 640 vurulsun 480 pikseli rəngli raster şəkli göndərmək üçün neçə saniyə vaxt lazım olacaq? Əslində buradakı raster şəkil deyərkən deməli RGB, yəni 24 bitlə kodlaşdırılan deyilir. Yəni bunu da açıq şəkildə sualda verilib. Yəni 3 baytla kodlanması 24 bitlə kodlaşdırılması deməkdir. Və bizdən saniyəni istəyir, yəni vaxtı. T bərabərdir bayaq yazdığım kimi V bölünsün, yəni böyük V bölünsün kiçik V. O da bərabərdir. V-ni tapmaq üçün piksellərin sayını tapmalıyam. 640 vurulsun 480 və bir pikselin rəng dərinliyi, yəni 3 bayta vuracam. Onu da mən 24 bit yazıram. Çünki sürətin bit bölünsün saniyə deyə, ixtisarım rahat geçsin deyə o şəkildə yazdım. 28800 bit bölünsün saniyə. Bircə saniyə. Bit bölünsün saniyə. Buradakı təbii ki, bitlər ixtisar gedir. Saniyə qalxacaq yuxarı. Onsuz da bizdən zaman istəyir. İndi isə gəlin ixtisarlarımızı eləyək. Deməli, sıfırlarla buradakı sıfırlar gedəcək. Artıq burada bircə saniyə. Mən 24-ün içərisindəki 24-ün içərisində olan 12 ilə 48-in içərisində olan 12-ni, daha doğrusu 12 ilə buradakı 24-ü. Gəlin buradan 12-ni götürək, buradan 24-ü götürək. Onları bir-birinə vuranda 288 eləyəcək. Deməli, burada qalacaq, 24 buradan getdi. Buradan da qaldı, deməli, 12. 12-ni də götürdüm, artıq qaldı burada 4. Deməli, 64 vurulsun 4, o da eləyəcək. Deməli, 2 üstü 6 vurulsun 2 üstü 2, 2 üstü 8. Doğru cavab olacaq 256 saniyə. Deməli, bizə 256 saniyə lazımdır. Gəlin 7-ci sualdan davam eləyək. 7-ci suala deyilir ki, müxtəlif fayllar sıxışdırılaraq arxiv halında göndərilir. Aşağıdakı həmin faylların adları və ölçüləri verilmişdir. Deməli, aşağıdakı cədvəldə faylın adı və onların ölçüsü verilibdir. Deməli, hər faylın sıxışdırılma dərəcəsi aşağıdakı fayl növü cədvəlinə əsaslanır. Deməli, faylın növünə əsasən onun sıxışdırılma faizi var. Qrafik fayllar misal üçün 50% sıxışdırılır, sənəd faylı sıxışdırılmır, video 60, səs isə 70%. Fayllar sıxışdırıldıqdan sonra 3072 baytlıq, yəni 3 kilobaytlıq yazaq bura. İşimiz rahatlaşsın. Bircə saniyə. 3 kilobaytlıq klasterlərə yazılır. Bu 6 fayl sıxışdırıldıqdan sonra ən az neçə klaster tutar? Deməli, bizdə sıxışdırılır, ondan sonra klasterlərə yerləşdirilir. Baxaq, 48 kilobaytı mən əvvəlcə sıxışdıracağam, amma öncə 48 kilobaytın aid olduğu faylın PNG olduğunu görürəm. Və PNG isə qrafikdir. Qrafik 50% sıxışdırılır. Deməli, 48-in 50%-i 24 kilobayt. Növbəti. Deməli, bu 10240 baytdır. 10240 baytı əvvəlcə gəlin kilobayta çevirək. Və mən bunu 2 üstü 10-a böləcəm. O eləyəcək 10 kilobayt. Deməli, 10 kilobaytı mən nə edəcəm? Sənəd faylı deyə artıq mən sıxışdırmıram. Çünki DOS-X-də axı burada ona görə. Deməli, 10 kilobayt olaraq yazacağım bura.
Heç bir dəyişiklik yəni olmur. Gəlin bu kilobayt sözlərini yazmayaq. Aha, 10 kilobayt. Sonra 51200 bayt, 51200 baytı da gəlin kilobayt çevirək. 1024-ə bölsəm eləyəcək 50. 50 kilobaytdır bu. Və MP4-dür. MP4 isə video faylıdır. 60% sıxışdırılır. Deməli 40%i qalacaq. 50 kilobaytın 40%-ni tapmalıyam. Çünki 60%i sıxışdırılır. 60 bizə lazım deyil. Yəni 40 lazımdır. O da eləyəcək 20 kilobayt. Deməli burada alınacaq nə? 20 kilobayt. Gəldim 30720 bayta. 30720 baytı artıq mən 1024-ə böləndə eləyəcək 30. 30 isə JPG-dir. JPG-yə baxıram, qrafik faylıdır və 50% sıxışdırılır. Yarısı isə eləyəcək 15. Sonra gəldim bura MP3 faylı, yəni səs faylı 70% sıxışdırılacaq, yəni 30%-ni tapmalıyam. Əvvəlcə baxıram 2 megabaytdır. 2 megabayt isə deməli bu 2 vurulsun 1024 kilobaytdır. Yəni 2048 nədir? Kilobaytdır. Mən artıq bunun 30%-ni tapmalıyam, çünki 70%-i sıxışdırılır. Çünki səs faylıdır, yəni MP3. Nə edəcəm? 2048-i artıq vuracam 30-a, böləcəm 100-ə. O da eləyəcək 614,4. 614,4. Deməli, buna da 614,4 yazaq. Bu da eləyəcək təbii ki kilobayt. Və gəldim video yazısı .pdf faylına. Bu da ki PDF faylıdır deyə sənəddə sıxışdırılmır. 20 kilobayt olaraq qalacaq. İndi isə baxıram mən, bura qədər sıxışdırdıq və ondan sonra klasterlərə yığırıq. 24 kilobaytı mən 3 kilobaytlıq klasterlərə yığsam, tam bölündüyü üçün üzərinə heç nə gəlmirəm. 8 klaster olaraq qalacaq. Yəni 24 3-ə böldüm, 8 düşdü. 13-ə böləndə artıq qalıq qalır deyə, artıq mən bunu belə hesablayıram. Baxın, 3 kilobayt bir klasterə tutdu. 3 kilobayt bir klaster tutdu. 3 kilobayt bir klaster tutdu. Amma 10 kilobaytın tam deyil. Çünki faylım 10 kilobaytdır. Deməli, burada da 1 kilobayt hesablayıram. Aydındır. Yəni, bir klaster burada, bir klaster burada, bir klaster burada. Bir dənə də klaster burada. Yəni, burada 2 kilobaytlıq yer qalsa da, mən bunu bir klaster olaraq hesablayacağım. Bildiniz? Çünki bir klaster əgər bir fayl yazılıbsa, onun qalan hissəsinə başqa bir fayl yazıla bilməz. Deməli, necə olacaq? Mən onu 3-ə böləcəm. Eləyəcək 3, üzərinə bir dənə də klaster gələcəm buradan. Eləyəcək 4 dənə klaster. Yəni 10 kilobaytlıq faylı 3 kilobaytlıq klasterə yığanda 4 dənə klaster lazımdır. 20-ni 3-ə böləndə eləyəcək 6, üzərinə 1 gələcəm olacaq 7. Yenə bir söhbətini izah elədiyim kimi, burada yarısı və yaxud da bir hissəsi qalsa da, biz bunu 1 olaraq qəbul edirik. Yəni 1 klaster olaraq qəbul edirik. 15-i 3-ə böləcəm 5 dənə. Bir saniyə, 5 dənə klaster. 614-ü artıq mən deməli böləcəm 3-ə. Deməli 614 bölünsün 3. O da eləyəcək 204,6. Gəlin istəyirsiniz 614,4-ü. 614,4-ü bölək 3-ə. O da eləyəcək 204,8. Yəni ikisi də təxminən eyni qiymətdir. 204,8 o deməkdir ki, bu 205 dənə klaster istifadə edəcək. 205 dənə klaster. Və gəldim burada 20 kilobayta. 20 kilobaytda artıq 3 kilobaytlıq klasterləri yerləşdirəndə, deməli, o da eləyəcək 7 klaster. Və məndən klasterlərin sayını istəyir. 8 üstə gəlsin 4. Eləyəcək 12. 7 üstə gəlsin 5. 15. Daha doğrusu 12 yenə. Bir saniyə. 12. 205 üstə gəlsin 7. 212. Və bunların hamısını toplayacağım. 12, 12, 24. 212 üstə gəlsin 24. 236. Deməli, 236 klasterə ehtiyac olacaq. Gəlin 8-ci suala davam edək. Simvolları 12-lik say sistemini təşkil edən simvollar və ingilis əlifbasının kiçik və böyük hərflərindən ibarət olan əlifbada kodlaşdırılmış və aşağıdakı şərtləri ödəyən bütün iki simvollu kodların yaddaşda tutduğu həcmini ən kiçik qiymətini tapın. Əvvəlcə baxaq, biz hansı əlifbada bunları yazacağıq? Yəni, hansı əlifbanın, bizim əlifbamızda neçə simvol olacaq? Bunları müəyyənləşdirək. Deyir, simvolları 12-lik say sistemini təşkil edən simvollar
12 say sistemi təşkil edən simvollar 0-dan 9-a qədər. 1, 2, 9-a qədər bu şəkildə gedəcək və deməli, burada 10 dənə simvol olur və A və B olacaq bunların hərf simvolları. Yəni, toplamda cəm olaraq 12 dənə simvol olacaq. 12 say sistemi getdi və İngilis əlifbasının kiçik və böyük hərflərinə ibarət. İngilis əlifbasının böyük hərflərini yazıram mən. A, tutaq ki B, tutaq ki S, bu şəkildə Z-ə qədər 26 hərf. Bu böyükdür, düzdürmü? İndi kiçik hərfləri yazıram. A, B, S, bu şəkildə Z-ə qədər, Z-də kiçik. Burada 26 hərfdir. Və ümumi nə deyir? İbarət olan əlifbada. Aha, əlifbamızda bu qədər simvol var. Baxıram görüm nə qədər simvol var. Deyə bilərsiniz burada 12, 26, 26, 52 üstə gəl 12, 64. Amma 64 cavab deyil. Cavab bəs nədir? Cavab odur ki, burada istifadə olan A ilə B artıq burada istifadə olunub. Yəni bunları mən 2 dəfə saymayacağam. Onun yerinə gəlin bunları çıxaraq buradan. Yəni təbii ki, bunların içində saymış olacağıq bunu. Burada 10 dənə simvol olacaq. Burada 26, 26, 52. Deməli, 52 üstə gəlinsin 10. O eləyəcək 62 müxtəlif simvol. Deməli, əlifbamızda 62 müxtəlif simvol var. Əgər əlifbada 62 müxtəlif simvol varsa, həmin əlifbada kodlaşdırılmış bir simvolun tutduğu həcm olacaq. 32-dən böyük olduğu üçün, yəni 6 bitlə kodlaşdırılacaq. Bu da bu cür. Və deməli, deyir və aşağıdakı şərtləri ödəyən bütün 2 simvollu kodların yaddaşda tutduğu həcmin ən kiçik qiymətini tapın. Və 2 simvollu görüm kodların sayı nə qədərdir? Deməli, 2 simvollu kodların sayını tapmaq üçün bu şəkildə bir şablon düzəldirəm özümə. 2 simvol olduğu üçün xətt çəkdim və ortasına vurma qoydum. Və deyir ki, şərtlər ödənməlidir. Birinci simvol hərf olmalıdır. Hərflərimin sayı nə qədərdir? 26, 26, 52. Təbii ki, buradakı 2 dənəsini saymadım. Bunun içində sayılmış oldu. 52 dənə nə oldu? Birincidə 52 dənə müxtəlif simvol ola bilər. İkincidə isə rəqəm olmalıdır. Yəni 10 dənə də rəqəm burada mümkündür. Deməli, bunları bir-birinə vursam 520 ədəd, 20 müxtəlif versiya var. Yəni 2 simvollu kod var. Və indi məndən həcm istədiyinə görə görüm 1-2 simvollu kodların, yəni bir dənə 2 simvollu kodun tutduğu həcm nə qədərdir? Deməli, 2 dənə simvol olduğu üçün 2 yazıram, vurulsun. 1 simvolun tutduğu həcmə baxıram 6 bit. O da eləyəcək 12 bit. Və 520 dənə bu 2 simvollu koddan olduğuna görə 520-ni vuracağam 12 bitə. Bu eləyəcək məndə ümumi həcm bitlə. Artıq məndən byte-la istədiyinə görə 8-ə böləcəm. Deməli, buradan eləyəcək 12 bölünsün 4, 2, 3. 8 bölünsün 4, 2. Düzdürmü? 520-ni artıq mən 2-yə böləndə eləyəcək 260. 260-ı da 3-ə vuranda 780 eləyəcək. Deməli, doğru cavab olacaq 780 byte. Gəlin 9-cu suala davam eləyək. 9-cu suala deyilir ki, meteoroloji stansiya havanın rütubətini müşahidə edir. Bir ölçmənin nəticəsi 20%-dən 100%-ə qədər, yəni 20% və 100% daxil olmaqla olan bir tam ədəddir. Deməli, bura qədər oxuduğumuz hissədən deyilir ki, bir dənə ölçmə, meteoroloji stansiyada ölçmələri baş verir və bir ölçmənin nəticəsi də 20%-dən başlayır 100%-ə qədər qiymət ala bilər və bunların hər ikisi təbii ki, daxildir. Deməli, və tam ədəddir təbii ki, yəni 20,5 olmaz və yaxud da nə bilim 98,2 olmaz. Və bu ədəd mümkün olan minimum bit sayı ilə yazılır. Stansiya 80 ölçmə aparmışdır. Deməli, 80 müxtəlif ölçmə var. Müşahidələrin nəticələrinin informasiya həcmini müəyyən edin. Ümumiyyətlə, 80 ölçmə varsa, bir ölçmənin tutduğu həcmi biz bilməliyik, yəni i ilə hesablayacağıq. Və bunun üçün də bunu bilməyimiz üçün də ümumiyyətlə, ölçmələrin sayı nə qədər ola bilər, neçə müxtəlif qiymət ola bilər, onu bilməliyik. Və bilirik ki, 20%-dən 100% və bunların ikisi daxilsə, deməli, mən 100-dən çıxaram 20-ni, görün bu aralığa nə qədər ədəd düşür. O da eləyəcək 81. Deməli, 81 müxtəlif dəyər ala bilər. Və 81 müxtəlif dəyər ala bilirsə, təxmini olaraq 2 üstü i-yə bərabər deyirik və i-nin qiymətini tapırıq.
64-dən böyükdür deyə artıq 7 bitlə kodlaşdırılacaq. Düz 128-ə qədər. Deməli, 7 bitlə kodlaşdırılır və i-nin qiyməti artıq 7 bitdir. 80 vurulsun 7 bit. O da yiyəcək 560 bit. Və bizdə cavabı byte-la istəyir. 560-ı artıq mən 560 biti artıq mən byte-la göstərmək üçün 8-ə böləcəm. O da yiyəcək 70 byte. Doğru cavab 70 byte. Gəlin 10-cu suala davam eləyək. Aşağıdakı mətnin kodlaşdırılması hər simvol üçün 8 bitlə hesablanıb. Deməli 8 bitlə hesablanıb deyərkən 1 byte-la yaza bilərik. Yəni ikisi də bir-birinə bərabər deməkdir. Deməli mətin verilib və hər bir simvol 1 byte-la hesablanır. Mətndə son söz istisna olmaqla, yəni Lənkəran sözü istisna olmaqla, həmişə hər sözdən sonra ardıcıl olaraq bir vergül və bir boşluq simvolları olmalıdır. Yəni bu deməkdir ki, misal üçün Abşeron sözünə baxın, vergül və boşluq, yəni bir boşluq. Bilaçıvar, vergül, boşluq. Balakən, vergül, boşluq. Şirvan, vergül, boşluq, Cəbrayıl və s. Və bu həmişə olmalıdır. Dəyişiklik olarsa da mətn üzərində bu vergül və boşluq işarələri olmalıdır bir sözdən sonra. Tələbə siyahıdakı sözlərdən birinin adını silir. Deməli, tələbə bir söz silir və alınan yeni mətn ilkin mətnin ölçüsündən 7 byte azdır. Deməli, tələbə elə bir şey silib ki, artıq 7 byte-lıq bir informasiya silinib. Ümumiyyətlə, gəlin araşdıraq. Tutaq ki, mən Abşeron sözünü silirəm. Abşeron sözü silinərsə, onda buradakı vergül və boşluq da silinməlidir. Çünki əgər silinmərsə, biləsuvardan əvvəl boşluq və vergül işarəsi olacaq. Amma bizdə deyir ki, hər sözdən sonra olmalıdır bu. Deməli, mən nə edəcəm? Bir söz silirəmsə, vergül və boşluğu da silməliyəm. Yəni, 2 dənə əlavə simvol silməliyəm. Yəni, 2 vurulsun 1 byte, əlavə olaraq 2 byte-lıq bir şey silirəm. Yəni, sözdən əlavə 2 byte-lıq nəsə silirəm. Deməli, sözdən əlavə 2 byte-lıq nəsə silirəmsə, deməli 7 byte azalırsa, gəlin burada 7 byte yazaq. Artıq x-in neçə byte olduğunu bilirik, 5 byte olacaq. Və bir simvolla tutduğu həcm 1 byte-dırsa, deməli bu sözün, silinən sözün simvollarının sayı nə qədər olacaq? 5. Yəni 5 byte bölünsün 1 byte eləyəcək 5. Deməli, buradakı 5 nə olacaq? Simvolların sayı. Silinən sözdəki simvolların sayı. İndi baxaq görək sözlərdən hansı 5 simvoludur? Təbii ki, bərdə sözü. Çünki bərdə sözünü mən silsəm, sağında olan vergül və boşluq işarələri də silinəcək. Deməli, olacaq ümumilikdə 7 simvol. 7-ni də vuracam 1 byte-a, olacaq 7 byte. Deməli, 7 byte azalar. Deməli, doğru cavab olacaq bərdə. 11-ci suala davam eləyək. İşıqlı paneldə sıra ilə 7 lampa yerləşdirilib. Deməli, bizim 7 lampamız var. Və ilk 2 lampanın hər biri qırmızı, sarı və ya yaşıl rəngdə yandırıla bilər. Deməli, ilk 2 lampaya nə aiddir? 3 dənə rəng ola bilər. Deməli, 3 müxtəlif hallar var. Qalan 5 lampanın hər biri yalnız qırmızı və ya ağ rəngdə. Deməli, qalan 5 lampa 2 müxtəlif hal ola bilər. Ya qırmızı, ya da ki, ağ ola bilər. Və deyir ki, bütün lampalar yanmalıdır və rənglərin sırası əhəmiyyətlidir. Bu, önəmli faktordur. Çünki bu olmasa, sual yanlış olacaq. İndi səbəbini izah edəcəm. Panel vasitəsilə neçə fərqli siqnal ötürmək olar? Deməli, bu o deməkdir ki, artıq mən bunları bir-birinə vursam, cavabı tapacam. Deməli, cavab eləyəcək 32 vurulsun. 9, o da yiyəcək 270 plus 18. Yəni, doğru cavab olacaq 288. Bəs nə üçün 3-cü şərt olmasa yanlış olacaq? Çünki deyir, bütün lampalar yanmalıdır. Əgər bütün lampalar yanmasa da olar, şəkillə yazılsaydı, deməli, artıq mənim 3 dənə halım yox, 4 dənə halım olacaq. Və yaxud da burada 2 dənə halım yox, 3 dənə. Yəni, daha açıq şəkildə izah eləsəm, qırmızı, sarı, yaşıldan əlavə olaraq yanmama halı da gələcəkdir bura. Həmçinin digərində də qırmızı, ağ rəngdən başqa yanmama halı da olacaqdır. Deməli, burada 3, burada isə 4 dənə hal olacaqdır. Bu bir. Rənglərin sırası əhəmiyyətlidir. Bu nə üçündür? Çünki tutaq ki, mən yazsam ağ,
ağ. Bu əhəmiyyətlidir. Və buradakı ağ gəlsə bura, bu belə ağ olsa, bu da əhəmiyyətli. Bu başqa bir şeydir, bu başqa bir şeydir. Yəni bu onu çatdırmağa çalışır. Məsəl üçün bunun qarşısında qırmızı olacaq. Tutaq ki, bunun qarşısında ağ olacaq və yaxud da ağ qırmızı. Yəni əhəmiyyətli olması o deməkdir ki, artıq biz bu şəkildə həll edə bilərik. Yəni bu o deməkdir. Deməli, doğru cavab olacaq 288. 12-ci suala baxaq. Gücü n olan əlifbanın bir simvolunun tutduğu informasiya miqdarı i bit olarsa, verilmiş cədvəldəki a plus b plus c cəminin ən kiçik tam qiymətini tapın. Əvvəlcə müəyyənləşdirək. A plus b plus c cəmi ən kiçik nə vaxt olar? Təbii ki, toplananlar ən kiçik qiymət aldığında. Deməli, biz çalışacağıq ki, a, b, c-nin qiymətini ən kiçik götürək. Ən kiçik tam qiymətlərini təbii ki. İndi ümumiyyətlə biz bu düstura baxanda, yəni gücü n, daha doğrusu bu şərtə baxanda gücü n və əlifba, ümumiyyətlə bir simvolun tutduğu miqdar falan bunlara baxdıqda n bərabərdir 2 üstü i düsturu yadımıza düşür. Və artıq buradan i-nin qiymətini 3 gətirib burada yerinə qoysaq, cavabı 8 alarıq və deyərik ki, a 8-dir. Amma əslində cavab 8 deyil. Dediyim kimi, tutaq ki, mən sizə bu sualdan kənar olaraq, tutaq ki, mən sizə desəm ki, 5 müxtəlif simvol var və bir əlifbada 5 müxtəlif simvol var və bu əlifba ilə kodlaşdırılmış bir simvolun həcmi nə qədər olar? Siz deyirsiniz ki, 2 üstü 2-dən böyük olduğuna görə artıq 2 bitlə yox, 3 bitlə kodlaşdırılacaq. Və biz a-nın artıq 8 qiymətini tapmışıq. Necə 5 ola bilər? Yəni 5 bundan kiçikdir axı. Yəni a-nın qiyməti 8 yox, 5 də ola bilər. Yəni nə qədər kiçik olarsa bizim üçün o qədər yaxşıdır. Deməli sən demə, burada əslində cavab 5 imiş. Onu necə tapırıq? Deyirik ki, 2 üstü 2-dən böyükdür. Misal üçün, 2 bit, burada 3 bit tapmışıq, düzdür? 3 bitdən dərhal aşağıda yerləşən bit hansıdır? 2 bit, düzdür? Deməli, 2 üstü 2-dən, yəni buradakı 2 bitimiz olan yuxarıdakı 2-dir. 2 üstü 2-dən bir vahid böyük olan bizdə neçə bitlə kodlaşdırılacaq? Təbii ki, 3 bitlə. Amma 5-dən aşağı olan və 2-dən yuxarı olan bütün sayda olan, qiymətdə olan əlifba, yəni o qədər əlifba elementi olan, simvol olan əlifbada bir simvolu mən ancaq 2 bitlə kodlaşdıra bilərəm. İndi daha deməli ətraflı deyək. Mən əgər n-in qiymətinin ən kiçik qiymətini tapmaq istəyirəmsə, deyəcəm ki, məndəki i 3 bitdirsə, onda mən 3 bitdən çıxacam birini, yəni 2 bit alacam. Və 2 üstü 2-dən, yəni yuxarıdakı 2 bizim bitimizdir. 2 üstü, yəni bu bit sayını 2-nin qüvvətinə gətirəcəm və üzərinə dərhal 1 gələcəm. Çünki artıq 2 üstü 2 nə edəcək? 4. Əgər əlifbada 4 simvol varsa, deməli həmin əlifbada kodlaşdırılmış bir simvolun həcmi nə edəcək? 2 bit. Amma bizə nə lazımdır? 3 bit. Onda mən bunun üzərinə 1 gəlsəm, eləyəcək 5. Artıq 5 müxtəlif simvol olarsa, 2 bitlə 3 bitlə kodlaşdırılacaq. Deməli, biz n-in qiymətinin ən kiçik qiymətini, burada a-nı tapdıq 5. Bizə saniyə. Aha. Deməli, n-in qiymətinin burada yazacağıq a üçün 5. İndi tərsinə baxaq. n 28-dir. n 28-dir. Bizə saniyə. n 28-dir. Bu bərabərdir təxmini olaraq 2 üstü i-yə. Və buradan i-nin qiymətini tapacam mən nə? Deyirəm ki, 28-dən kiçik 2-nin qüvvəti nədir? Təbii ki, 16-dır. Düzdür? 16-dan böyüksə bu, deməli 4 bitlə yox, 5 bitlə kodlaşdırılacaq. Çünki 16 nədir? 2 üstü 4-dür, düzdür? Deməli, burada olacaq i-nin qiyməti 5 bit. Aşağı ola bilməz. Çünki aşağı olarsa 28 yox, artıq 16-dan aşağı olmalıdır ki, artıq mən nə etməliyəm? 4 bitlə kodlaşdırım. Yəni 5 bit yox, 4 bit olarsa artıq 28 bunu götürməyəcək. Deməli, i-nin qiymətinin ən kiçik qiyməti olacaq nə? 5. Gəldim 3-cü üçün. Yenə 2 üstü i-yə gəlirəm və burada i alıram. Bircə saniyə. i-ni verib mənə 7. 2 üstü 7 olacaq nə? 128. Yenə 128-i götürməyəcəm. Deyəcəm ki, 7 bitdirsə əgər, mən 1 bit aşağı 6 bit götürəcəm. 2 üstü 6, elə ki 2 üstü 5-dən 2 üstü 6-ya qədər, 2 üstü 6 daxil olmaqla, yalnız 2 üstü 6 daxil olmaqla, biz ancaq kodlaşdıracağıq 6 bitdə.
Amma 2 üstə 6-nın üzərinə 1 gəlsəm, bu 7 bitlə kodlaşdırılan ən kiçik ədəd deyil, ən kiçik ədəd alınacaq. Aydındır? Bizə saniyə. Deməli 128 2 üstə 6 üstə gəlsin 1, 129 yox, eləyəcək 65. Aha. Deməli 65 müxtəlif simvol olan əlifbada bir simvolun tutduğu həcm olacaq 7 bit. Və bu da C-nin ən kiçik qiymətidir. Doğru cavab burada olacaq 65. Və bizdən A plus B plus C-ni istəyir. 5 plus 5 10. 10 üzərinə gəlirəm 65. Cavab 75 eləyəcək. 13-cü suala baxaq. 256 rəngli qrafik faylı ağ-qara formata çevirdikdə faylın ölçüsü 70 kilobayt, daha doğrusu 70 bayt azalıb. İlkin faylın həcmini tapın, cavabınızı bit ilə hesablayın. Ümumiyyətlə baxaq. 256 rəngli qrafik fayl verilibdir və ağ-qara formata çevrilir və faylın ölçüsü 70 bayt azalır. Və burada piksellərdən söhbət getmədiyi üçün, yəni piksellərin sayını vermədiyi üçün, gəlin piksellərin ümumi sayını x deyək. Əvvəlcə 256 rəngli qrafik faylıymış. Deməli 256 müxtəlif rəng varsa, deməli burada 2 üstü i şəklində göstərsəm mən əgər, buradan i-nin qiyməti, yəni rəng dərinliyini tapacam nə? 8 bit. Sonra isə bu ağ-qara formata keçirilib. Yəni ağ-qaradakı 2 müxtəlif rəng var deyə 2 üstü i şəklində göstərəcəm. i-nin qiyməti olacaq buradan 1. Deməli burada da 1 bit. İndi gəlin birinci həcmi tapaq. Birinci həcm əvvəl nə qədər idi? 8 bit vurulsun x eləyəcək 8x bit. İkinci həcmə baxsam 1 vurulsun x 1x bit. Və deyir ki 70 bayt azalıbdır. Bu deməkdir ki 8x çıxılsın 1x eləyəcək 70 bayt. Yəni 70 vurulsun 8. 8-dən 1 çıxsam 7x bərabərdir 70 vurulsun x. Daha doğrusu 70 vurulsun 8. 7 ilə 7-ni ixtisar eləsəm x bərabərdir alınacaq 10. Deməli x-in yəni simvolların sayına qədərmiş, daha doğrusu piksellərin sayına qədərmiş 10 imiş. Və ilkin faylın həcmini istəyir. İlkin fayl nə qədərdir? Bura baxıram 8x bit. X-i yenə gətirib mən 10 qoysam, deməli eləyəcək bu 80 bit. Yəni doğru cavab olacaq 80 bit. 14-cü sualdan davam edək. Məlumat sistemində saxlanması üçün sənədlər 150 dpi dəqiqlikdə və 512 rəng sisteminə skan edilir. Təsvir sıxılmadan saxlanılır. Skan edilmiş sənədin orta həcmi 12 megabaytdır. Keyfiyyəti artırmaq üçün 600 dpi piksel təsvir ölçüsünə və 4096 rəng sisteminə keçir. Yeni parametrlərlə skan edilmiş sənədin orta həcmi neçə megabayt olacaq? Ümumiyyətlə, burada əsas dəyişilən şeylər nələrdir? Sənədlər 150 dpi-dan, gəlin bura qeyd edək, 150 dpi-dan keçəcək nəyə? 600 dpi-yə və 512 rəng sistemindən 512 müxtəlif rəng varsa, deməli bu neçə? 209 şəklində göstərsəm, 9 bitdən keçəcək nəyə? 4096. 4096-da mən 2 üstü 12 şəklində göstərirəm, yəni 12 bitə. Və burada görürəm ki, artıq buradan 9 bitdən 12 bitə keçirilib, 150 dpi-dan isə 600 dpi-yə keçirilib. Və əvvəlcə skan edilmiş sənədin orta həcmi 12 megabayt imiş. Deməli, 12 megabaytsa və əvvəlcə bu 4 dəfə artıb, baxın 150 dpi-dan 600 dpi-yə keçib 4 dəfə artıb və 4 dəfə artdığı üçün mən nə edəcəm? 4-ü təbii ki vururam və 9 bitdən 12 bitə keçib, yəni əvvəlcə 9 bitli idi, sonra 12-yə keçib. Neçə dəfə artıb desək, 12 bölünsün 9 dəfə artıb. Yəni 12 vurulsun, 12 bölünsün 9 dəfə artıracağıq buna, vuracağıq 12 bölünsün 9-a. Sadələşdirmələr aparsam mən əgər, deməli 12 və 9-u ixtisar eləsəm buradan 4, burada 3 alınacaq. Buradakı 3 ilə buradakı 12-ni ixtisar eləsəm,
Burada alınacaq 4. 4 vurulsun, 4 vurulsun 4, o da deyəcək 64. Deməli, yeni skan edilmiş, yeni parametrlərlə skan edilmiş sənədin orta həcmi olacaq 64 megabayt. Və mən nə üçün burada vurma əməli yerinə yetirdim? Çünki biz ümumi həcmi tapanda DPI vurulsun, deməli, buradakı rəng dərinliyi vurulsun piksel sayı. İndi piksel sayı burada söhbət getməyib, rəng dərinliyinə söhbət gedib və DPI-dən söhbət gedib. Orada bir-birləri arasında vurma olduğuna görə biz də bunları bir-birinə vurduq. Deməli, cavab olacaq 64 megabayt. Gəlin 15-ci suala davam eləyək. Simvolların 16 simvollu əlifbada kodlaşdırılması göstərilmişdir. Burada neçə müxtəlif simvolun kodlaşdırıldığını müəyyən edin. Ümumiyyətlə, 16 simvollu əlifbada kodlaşdırılması deyir. Deməli, müxtəlif bir simvollar var. Bu 16 simvolu əlifbada kodlaşdırılıb. 16 simvolu əlifbada kodlaşdırılması nə deməkdir? Yəni, 16 simvolu əlifbada kodlaşdırılıbsa, artıq bu 2/4 şəklində yazıram və bir simvolun 4 bit tutduğunu görürəm. Təbii ki, bu 0-1-lərlə kodlaşdırıldığı üçün mən burada 4 biti görüb bunları 4-4 ayırmalıyam. Çünki əgər tutaq ki, ASCII sisteminə baxaq, ASCII sistemində burada 1 baytla kodlaşdırılır bir simvol, düzdürmü? Və 1 bayt isə 8 bitlə. Və mən bunları neçə yerə ayırmalıyam? 8-8 bölməliyəm, düzdür? Amma əgər mən 16 simvollu əlifbada kodlaşdırıramsa, deməli bunu bir simvolun tutduğu həcm qədər bölməliyəm o sayda. Yəni 4 bit. 4-4 bölməliyəm. Çünki ikilik təsvirdə artıq bunlar 1 və yaxud da 0, 1 bit informasiya daşıyır. Mən bunun 4 dənəsinə ayırsam, bu şəkildə, bir saniyə, bu şəkildə ayırsam, deməli 4 bit burada. Burada da həmçinin 4 bit, burada da həmçinin 4 bit, bir saniyə, 4 bit, gəlirəm bura, 4 bit, 4 bit, 4 bit, 4 bit, burada da həmçinin, burada və burada. Və 4 dənə olduğuna görə artıq mən bunları fərqləndirməyə başlayacağım. Bunun üçün də əvvəlcə bu şəkildə fərqləndirməkdənsə, yəni müxtəlif simvolların sayını istəyir. Bu şəkildə bir-birinə baxıb fərqləndirməkdənsə 1, 2, 4, 8 qaydası ilə rahat şəkildə yazmaq olar. Həmçinin rahat şəkildə görmək olar. Deməli, 1-dir deyə 1, 0, 1, 0, 0 olanda 4 olacaq. Burada olacaq qiymət 4 plus 1, 5. Deməli, buradakı qiyməti 5-dir. Deməli, buradakı qiymət olacaq yenə 5. Buradakı qiymət olacaq yenə 5. Buradakı qiymət olacaq 8, 4, 12. 12 üstə gəlsin 2-yə 14. Gəlin 14 yazaq, yəni A, B, C, D, E, F ilə göstərməyək. Və burada olacaq 12. Burada olacaq 3. Burada olacaq 6 və deməli 8, 2, 10 olacaq. Burada olacaq yenə bir saniyə olacaq burada 4, 1, 5. Deməli, müxtəlif simvolların sayına baxıram. 1, 4, 5, yenə 5-dən var, lazım deyil. 14, 12, 3, 6, sonra yenə 10. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 müxtəlif simvol var. Doğru cavab olacaq 8 müxtəlif simvol. 16-cı suala baxaq. 16-cı suala deyilir ki, ağ-qara təsvirlərin 16-lıq say sistemində kodlaşdırılmasında istifadə olunan müxtəlif 16-lıq rəqəmlərin sayı A, 8-li say sistemində kodlaşdırılmasında istifadə olunan müxtəlif 8-lik rəqəmlərin sayı B-yə əsasən uyğunluğu müəyyən edin. Baxaq. Deməli, mən burada şəkil görürəm, ağ-qara təsviri görürəm və məndən istənilir ki, 16-lıq say sistemində kodlaşdırılmasında istifadə olunan müxtəlif 16-lıq rəqəmlərin sayı A-dır və 8-likdə kodlaşdırsam, müxtəlif 8-lik rəqəmlərin sayı B-dir. Buna görə A, B-yə uyğun əməllər sırasını uyğunluğunu tapacağım.
Gəlin birinci suala baxaq. Birincidə deyir ki, qaracsa 1-lə göstər, ağdırsa 0-la göstərəcək. 1, 0, 0, 1, 0, 0, 1. Sonra 0, 1, 0, 1, 0, 1, 0. Sonra gəlir bizdə 0, 0, 1, 1, 1, 0, 0. Və 0, 1, 0, 1, 0, 1, 0. Və biraz sağa gedək. Növbəti olacaq 1, 0, 0, 1, 0, 0, 1. Bir saniyə. 1. Bu şəkildə. Və mən bunu əvvəlcə 3-3 ayıracam. Daha doğrusu 4-4 ayıracam. Və ondan sonra 3-3 ayıracam. Gəlin əvvəlcə 3-3 ayıraq və müxtəlif rəngdən istifadə edək. Daha doğrusu 4-4 ayıraq. Birinci buradan, deməli, buradan, sonra buradan, buradan, bu şəkildə yazırıq. Və burada istifadə olunan baxırıq rəqəmlər hansılardır? 1, 2, 4, 8 qaydasına əsasən. Birincini tapacam mən 4, ikincini tapacam deməli 9, üçüncüdə cavab eləyəcək 5, dördüncüdə eləyəcək 4, burada eləyəcək bir saniyə, burada eləyəcək 7, burada eləyəcək 1, burada eləyəcək 5, burada eləyəcək 4, burada eləyəcək 9. Müxtəlif simvolların sayı olacaq 1, sonra yenə 7 başqa var. Misal üçün, burada 9 götürək, 4-ü götürək, 5-i götürək. Başqa məncə yoxdur. Deməli, 1, 2, 3, 4, 5. 5 dənə A. Deməli, A olacaq birinci üçün 5. Gəlin indi 3-3 ayıraq. 3-3 ayıranda mən başqa rəngdən istifadə edəcəm. İstifadə etdiyim rəng olacaq yaşıl. 3-3 ayıracam bu dəfə. Deməli, buradan, buradan, buradan. Bircə saniyə. 3, 3, 3 və düşəcək bura 3, 3. Buradan sonra düşəcək 3 bura. Sonra düşəcək yenə 3 bura. 3 bura düşəcək. 3 bura, bura və bura. Və başlayıram bunları 1, 2, 4 qaydası ilə yazmağa. 1, 0 olacaq bizdə 2. Sonra olacaq 2. Sonra olacaq yenə 2. Olacaq bu dəfə 5. Bura baxın 5. Sonra burada olacaq 2. Burada olacaq 1. Burada olacaq 6. Burada olacaq 1. Burada olacaq 2. Burada 5. Digərində, bir saniyə, burada olacaq, deməli 1 və burada olacaq 1. Deməli, mən burada müxtəlif simvollar seçəcəm. 1. İkinci biri götürməyəcəm. 5, 2, 6. Başqa bir şey qalmadı. Deməli, burada da cavab olacaq 4. Deməli, B üçün də qiymət olacaq 4. Və gəlin buradan seçək uyğun olanı. Misal üçün, A variantına baxsaq, A plus B 9-dur. Yəni 5 plus 4, 4 plus 4 eləyəcək 9. Deməli, birinci üçün gələcək A variantı. Başqa bir şey uyğun gəlirmi? Başqa, misal üçün, Y variantına baxsaq, uyğun gələcək. B çıxılsın A bərabərdir 1-ə. Deməli, Y variantında həmçinin 5 çıxılsın 4, 1 eləyəcək. Digər ikinci və üçüncü suallarda artıq bunun kimi həll olunur. Sadəcə videonun vaxtı uzanmasın deyə bu şəkildə yazmayacağım. Əgər hər hansı bir problem və yaxud da sual olarsa, şərh bölməsində qeyd eləyərsiniz. Yəni, sualın yazılma şəkli bu formadadır. Birinci üçün A və Y variantları seçildi. Digər B, C, D variantları isə bu ikisi arasında bölünəcək. Keçək növbəti suala. Və bu sınağın son sualı isə 17-ci sualdır. 17-ci suala deyilir ki, mətnlərdəki hər bir söz üçün simvolların sayı K,
Əlifbadakı simvolların sayı isə n olarsa aşağıdakı qaydalara əsasən təyin edilir bunlar. Əgər k 5-dən böyük olarsa, yəni bir sözdə olan simvolların sayı k 5-dən böyük olarsa, deməli n 32, yəni həmin əlifbadakı simvolun sayı n olacaq. Yəni 32 olacaq. İkinci olaraq, əgər k 5-dən kiçikdirsə, deməli n 64 olacaq. Əgər k bərabərdir 5 olarsa, n 16 olacaq. Yəni əlifbadakı simvolların sayı 16 olacaq. Və bu şərtlərə əsasən kodlaşdırılmış sözlər və onların informasiya həcmlərinə görə uyğunluğu müəyyən edin. Və sözlər arasında bir boşluq var və hər boşluğu və ya durğu işarəsini bir bit olaraq nəzərə alın. Gəlin birinci sualdan başlayaq. Deyir, səni çox yaxşı tanıyıram. Gəlin bu sözü analiz eləyək. Baxaq. Səni sözündə 4 simvol var. Deməli, simvolların sayı k-dır. Əgər baxıram bu şərtdən hansını ödəyir? 5-dən kiçikdir 4, düzdür? Ona görə bu simvolların hər birini 64 simvolu olan əlifba ilə kodlaşdıracaq. Yəni, gəlin əvvəlcə burada i-ləri müəyyənləşdirək. i burada olacaq 5 bit, burada olacaq 6 bit, burada olacaq 4 bit. Deməli, sənin sözündə 4 hərf var və 4 hərf 5-dən kiçik olduğuna görə 4-ü vuracam 6-ya, 24 bit burada. Sonra, çox sözünə baxaq. 1, 2, 3. 3 5-dən kiçikdir. Deməli, 6-nı vuracam 3-ə, 18 bit. Narahat hissəsinə baxaq. 1, 2, 3. Bir dəqiqə, yaxşı sözünə baxaq. Üzrlü sayın. 1, 2, 3, 4, 5. 5-i vuracam nəyə? 4-ə. Nə üçün? Çünki k-nın qiyməti 5-ə bərabərdir. Yəni, yaxşı sözündə 5 hərf var. Simvolların sayı 5-dir, deməli k 5-ə bərabərdir. Əgər belə olan halda mən artıq simvolların sayını 4-ə vurmalıyam. Deməli 5 vurulsun 4, 20. Deməli burada da olacaq 20 bit. Tanıyıram sözünə baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yenidən sayaq. 3, 6, 9. 9-u vuracam. Deməli nəyə vuracam? 5-dən böyük olduğuna görə 9. Ona görə 5-ə vurmalıyam. 9 vurulsun 5. 45. Və üzərinə gələcəm. Arada olan boşluqlara baxıram. 1, 2, 3 və durğu işarəsi də 4. Hər biri bir bitlə kodlaşdırıldığı üçün, deməli, burada eləyəcək 4 bit. Toplayacam. 24, 18, 42, 42, 20, 62, 62, 45, 107, 107, 4, 111 bit. Deməli, 111 bit burada olacaq. Deməli, birincidə doğru cavab olacaq C variantı. Birinci üçün doğru cavab C variantı olacaq. İkinciyə baxıram. Sabah 1, 2, 3, 4, 5. Deməli, burada da hər hansı bir problemi yoxdur. Deməli, ikinci və üçüncü suallarda birincidə olduğu kimi yazmaq mümkündür. Deməli, burada boşluqları nəzərə alacaqsınız. Durğu işarəsini nəzərə alacaqsınız və sözlərin uzunluğunu k-ya əsasən müəyyənləşdirəcəksiniz. Deməli, birincidə doğru cavab C. Bugünkü izahı bu qədər. Növbəti izahlar üçün kanala abunə olmağı və hər hansı bir sualınız yaranarsa komment bölməsində bildirməyi unutmayın. Sağ olun.